Ağdam rayonunun Sarıcalı kəndinə növbəti qayıdış baş tutub, daha 28 ailə 110 sakinin vətən həsrəti sona çatıb. Geri qayıdan sakinlər ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdən ibarətdir. Qeyd edək ki, bugünə kimi Ağdam rayonunun Sarıcalı kəndinə 37 ailə 146 sakinin qayıdışı təmin edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 40 minə yaxın insan yaşayır. Saat 5'te işləyərdim. Ataları rəhmətə yetmişdi. Yanımda da 5 uşaq, 41 yaşım vardı hələ onda. Məndən olsa hamısını xiyalın gəzərəm. Amma can əl vermir. Nəvəm getmək istəyir yeni rayona. Oxuyub da həkimdir. Deyir, gedim öz vətənimdə. Çox sevincliyəm, çox şükür bu günümüzə. Allah prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yeni həyata başlamağı Allah bizə nəsib elədi, çox şükür bugünə.